2025-ci ilin 4-cü rübündə 200 mindən çox miqrantın 1/3 rus dili üzrə imtahanı ilk cəhdə verə bilməyib. Belə ki, 2025-ci ilin oktyabr-dekabr aylarını əhatə edən 4-cü rübdə xarici vətəndaşların 35%-dən çoxu rus dili, Rusiya tarixi və qanunvericiliyinin əsasları üzrə imtahanı ilk cəhdə uğurla keçə bilməyib. Bu barədə müvafiq qurum məlumat yayıbdır və qeyd olunub ki, həmin dövrdə test imtahanında ümumilikdə 200 mindən çox insan iştirak edibdir və nəticədə imtahan verənlərin 87,9%-i tapşırıqları uğurla yerinə yetirsə də, onların bir çoxuna bunun üçün təkrar cəhdlər lazım olubdur. 2025-ci ilin 3-cü rübündə də vəziyyət oxşar olub, belə ki, imtahan verənlərin 39,5%-i ilk cəhdə sınaqdan keçə bilmir. Məlumata görə test imtahanı ölkəyə giriş məqsədindən asılı olaraq 3 səviyyədə keçirilir. Əmək patenti, müvəqqəti yaşamaq icazəsi və yaşayış icazəsi almaq istəyən şəxslər üçün. İmtahan 80-90 dəqiqə davam edir və 3 blokdan ibarətdir. Rus dili, Rusiya tarixi və qanunvericiliyin əsasları. Qeyd edilir ki, imtahan sualları hər ay yenilənir və imtahanda iştirak etmək üçün yalnız notarial qaydada tərcümə olunmuş pasport və miqrasiya kartı tələb olunur. Testdən keçə bilməyən şəxslərə əlavə cəhdlər də verilir, lakin bu cəhdlər ayrıca ödənişlidir.